Avropa İttifaqının 7 üzvü Rusiyanın pilotsuz uçuş aparatları hücumlarına qarşı dron divarı yaratmağı planlaşdırır. Estoniya, Latviya, Litva, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstan rəsmiləri bir neçə gün sonra məsələ ilə bağlı onlayn formada detallı müzakirə aparacaqlar. Financial Times nəşrinin iddiasına görə bu işdə Avropa Ukrayna təcrübəsindən yararlanacaq. Avropa Komissiyasının sədri Ursula von der Leyen NATO'nun şərq sərhədində dron divarı yaratmaq üçün 6 milyard avro maliyyə dəstəyi yaradılacağını açıqlayıb. Avropa İttifaqının müdafiə üzrə komissarı Andrius Kubilius indiki sistemin aşağı hündürlükdə kiçik dronlara aşkar etməyə gücünün çatmadığını bildirib. Elə buna görə də hazırda əsas məqsəd akustik sensorlarla aşkarlama sistemlərinin tətbiq edilməsidir. Paralel olaraq PUA-ların məhv edilməsi üçün lazerlərdən istifadə edilməsi də təklif edilib. Dronlar əsasən İrandan alınan hücum vasitələrdir və onların hərbi kampaniyada istifadə edilməsi nisbətən ucuz başa gəlir. Amma Avropa İttifaqı ölkələri dron hücumlarının qarşısını almaq üçün daha böyük xərclər tələb edir. Tramp dəfələrlə Avropa İttifaqı və NATO ölkələrini özlərini müdafiə etmək üçün resurslar yaratmağa çağırıb və Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarından ayrı bir təhlükəsizlik sistemi yaratması üçün böyük bir səylər göstərir. Hazırda Avropanın şərq sərhədləri getdikcə daha çox Rusiya PUA-larının sınaq meydanına çevrilir. Polşa, Rumıniya və ardınca Estoniyanın 12 dəqiqə boyunca hava məkanının pozulması vəziyyəti bir qədər də qəlizləşdirib. Nəticədə baş verən insidentlər göstərir ki, indi ən böyük təhdid ucuz, amma hədəfə yüksək dəqiqliklə vuran dronlardan gəlir. Çünki kiçik ölçülü, sürətli və ənənəvi müdafiə sistemlərinə asanlıqla yan keçə bilən bu cihazlar həm kəşfiyyat, həm də hücum imkanlarına görə riskli sayılır. Ona görə də Avropa İttifaqı sərhəd boyunca vahid hava qalxanı qurmaq planını müzakirə edir. Eyni zamanda bu təşəbbüs müdafiə və sənaye baxımından da yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ucuz dronlara qarşı hazırki müdafiə resursları çox bahalıdır. Xüsusən də dronlar tez-tez göndərilərsə, bunu uzun müddətdə maliyyə cəhətdən davamlı hesab etmək olmaz. Daha effektiv olmaq üçün davamlı həllər toplusu lazımdır. İnkişaf etmiş aparatlarla xərclərin müqayisəsi uzun perspektivdə sərfəli deyil. Lakin başqa variantlar da mövcuddur. Elektron, elektromaqnit və eyni məqsədə xidmət edən, insan və böyük maliyyə öhdəliyi tələb etməyən digər üsullar. Avropalıların düzgün həll yolu axtardığından şübhə etmirəm. Bu təşəbbüsün əsas hədəfi Avropanın şərq sərhədlərini yeni təhlükələrə qarşı texnoloji baxımdan daha dayanıqlı etməkdir. Dron divarı təkcə fiziki müdafiə deyil, həm də sürətli aşkarlama, zərərsizləşdirmə və məlumat mübadiləsi üçün ortaq platforma yaratmağı da nəzərdə tutur. Avropa ölkələrinin bu addımı Rusiyanın sərhədyanı təxribatlarının qarşısını almağa, eyni zamanda Ukraynaya birbaşa dəstək verməyə hesablanıb. Avropada dron divarı qurmaq təşəbbüsü haqqında eşitmişik. Bu çox müsbət siqnaldır. Çünki strategiya çoxsəviyyəli hava müdafiəsi sistemi qurmaqdır. Bu, müxtəlif taktika və fərqli məsafələri birləşdirərək NATO'nun dronlara cavab vermə müddətini artırmaq deməkdir. Açığı desək, bu NATO üçün yeni bir şey deyil. Kiçik dron təhlükələrinə qarşı mübarizə istiqamətində bir neçə ildir ki, təcrübə mövcuddur. Xüsusilə terrorizmə qarşı müharibə kontekstində. Ukrayna müharibəsi zamanı isə bu səylər daha da intensivləşib. Mən inanıram ki, NATO ilk dəfə olaraq dronlara qarşı doktrinanı təsdiqləmək üzrədir. İndiki məqamda bəhsi keçən təşəbbüs Rusiyadan gələn təzyiqlərin artıq yalnız regional məsələ olmadığını göstərir. Nəticə etibarı ilə bu addım Avropaya həm müdafiə, həm də silahlanma yarışında strateji mövqe qazanmaq imkanını vəd edir.